Donald Trump Ağ Evdə keçirilən iclasda İranın Hörmüz boğazı ilə bağlı planını dəyərləndirib. Lakin təklifdə nüvə proqramının yer almaması səbəbindən ona soyuq münasibət bəslənilib. ABŞ rəsmiləri İranın güzəştə getməməsi ilə müharibənin qarşısını almaq üçün bütün çıxış yollarının qapandığını iddia eləyərkən, Vaşinqtonun iqtisadi təzyiqlər vasitəsilə Tehranı razılaşmaya məcbur eləməyi hədəflədiyi qeyd olunur. Medialog xəbər verir ki, The New York Times qəzetinin anonim mənbələrə istinadən yaydığı məlumata görə, Prezident Donald Trump bazar ertəsi günü Ağ Evdə keçirilən gizli iclasda İranın Hörmüz boğazı planı barədə məlumatlandırılıb. Təklif müzakirəyə çıxarılsa da, Vaşinqtonda hamıda bir sual yaranıb. Trump nə deyəcək? Təklifin təfərrüatları bəlli olub. Qəzetə danışan bir çox ABŞ və İran rəsmisi təklifin İranın nüvə proqramı ilə bağlı hər hansı konkret addımı etifa eləmədiyini bildirib. Tehran rəhbərliyi bundan əvvəl də beynəlxalq hüquqa görə uranı zənginləşdirmə hüququna malik olduğunu müdafiə eləyərək, ABŞ-ın uran fəaliyyətlərini tamamilə dayandırmaq çağırışlarını rədd eləmiş və əlindəki zənginləşdirilmiş uranı təhvil verməkdən imtina eləmişdi. Adının açıqlanmasını istəməyən bir ABŞ rəsmisinin fikrincə, təklifin qəbul edilməsi Trump üçün ictimaiyyət qarşısında qələbədən imtina eləmək mənasına gələ bilər. Bu isə Ağ Ev daxilindəki gərginliyi daha da mürəkkəbləşdirir. Ağ Evin mətbuat katibinin müavini Olivia Wells açıqlamasında bildirib ki, ABŞ mətbuat üzərindən danışıqlar aparmır, qırmızı xətlərimiz bəllidir. Prezident yalnız Amerika xalqı və dünya üçün doğru olan sazişi qəbul eləyəcək deyə bildirib. İran tərəfindən gələn təklif ilk olaraq ABŞ-ın Axios nəşri tərəfindən gündəmə gətirilib. Məlumata görə, İranın Xarici İşlər Naziri Abbas Arakçi təklifi Pakistanlı vasitəçilər vasitəsilə göndərib. Plan çərçivəsində atəşkəsin uzadılması və ya daimi hala gətirilməsi, nüvə danışıqlarınınsa yalnız Hörmüz boğazının yenidən açılması və məhdudiyyətlərin aradan qaldırılmasından sonra başladılması nəzərdə tutulub. Ağ Evdə isə vəziyyət daha gərgin xarakter alıb. Trumpın keçən həftə İrandan gələn başqa bir təklifi də rədd elədiyi və həftə sonu Pakistanın paytaxtı İslamabadda keçirilməsi planlaşdırılan görüşləri qəfil ləğv elədiyi məlum olub. ABŞ rəsmiləri İranlı həmkarlarının nüvə proqramı məsələsində geri addım atmadıqlarını və bunun da müharibədən qaçmaq üçün bütün mümkün yolları kilitlədiyini irəli sürüblər. Bütün bu hadisələrdən sonra gözlənilən reaksiya gəlib. Trump administrasiyası İranın son təklifinə də məsafəli yanaşıb. Ağ Evdə gizli müzakirələr sonrası ABŞ-ın Hörmüz boğazına tətbiq elədiyi blokadanın İranın iqtisadiyyatını daha nə qədər çətinliyə sala biləcəyi sual olunub. The New York Times-da dərc olunan məlumatda neft istehsalı saxlama tutumunu aşdığı üçün quyuların bağlanmasının ciddi zərər riski daşıdığı qeyd olunub. Administrasiya daxilindəki bəzi şəxslər bu təzyiqin İranı razılaşmaya məcbur eləyəcəyini düşünürlər. Lakin əks düşüncələr də var. Onlar hesab eləyirlər ki, xüsusilə Trumpın İsraillə birlikdə İrana qarşı hücumlarda iştirak eləməsindən sonra Tehran Vaşinqtona qarşı daha kəskin və üstün mövqe tutmağa başlayıb. Mirzə Altay xüsusi olaraq Medialog üçün.